İctimai Televiziya və Radio Yayımlar Şirkətinin Yayım Şurasına yeni üzvlər seçilib. Məsələ Milli Məclisin bugünkü yaz sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb. Səs vermənin nəticələrinə əsasən İdman Federasiyaları tərəfindən Azərbaycan Judo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Dini Konfessiyalar tərəfindən Qafqaz Müsəlmanlar İdarəsi sədrinin birinci muavini Salman Musayev, Yaradıcılıq Təşkilatları tərəfindənsə Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü Həcər xanım Babayeva Şuraya üzv seçiliblər. Qanunvericiliyə uyğun olaraq Yayım Şurası üzvlərinin səlahiyyət müddəti 6 ildir. Müzakirələr zamanı çıxış edən millət vəkilləri Fazil Mustafa, Azay Quliyev və Hikmət Baboğlu İctimai Televiziyanın fəaliyyəti ilə bağlı fərqli fikirlər səsləndiriblər. İTV-nin ictimai mandat daşıyan dövlət dilinin, milli mədəniyyətin və vətəndaş zövqünün formalaşmasında xüsusi rol oynayan bir media institutu olduğunu xatırlatmağa ehtiyac var. Təəssüflə qeyd etməliyəm ki, bugün televiziya məkanında, o cümlədən bəzən İTV efirində də Azərbaycan dilinin normalarına rəayət məsələsində problemlər müşahidə olunur. Məncə, Yayım Şurasını artıq formal bir mahiyyətdən çıxarıb, daha çox bu istiqamətdə dövlət siyasətini təbliğ edən bir quruma çevirmək lazımdır. Amma əvvəllər burada ortaq məxrəc kimi çox maraqlı bir proqram veriliş vardı və üstəlik açıq dərs kimi veriliş vardı ki, orada təhsil problemi, dil problemi və başqa elm adamlarının nailiyyətləri müzakirə olunurdu və bu verilişlərin məncə başqa formatda ya köhnə formatda da olsa bərpası olduqca zəruridir. Televiziya, özəlliklə də ictimai televiziya dili sadəcə əks etdirmir. Belə demək mümkünsə dili formalaşdırır. Və ictimai televiziyanın belə bir imkanı var, həm intellektual potensialı var, həm texniki imkanı var ki, bu mövzularla bağlı deməli müzakirə davam etdirsin. Eyni məsələ Azərbaycan dili ilə bağlıdır. Bundan bağlı bir dövlət başçısının çıxışı oldu və narahatlığını ifadə elədi ki, Azərbaycan dövlətinin, yəni dövlət dilimizi ümumiyyətlə saflığını qorumaq üçün xeyli işlər görülməlidir. Əlbəttə, bu narahatlığı biz də bölüşürük. Amma burada bir məsələ var ki, təbii ki, bundan bağlı alimlər bizim dilçilik institutları və aidiyyatlı qurumlar məşğul olmalıdır və olurlar da. Amma ictimai televiziyada yaxşı var ki, bundan bağlı müəyyən müzakirələr aparılsın. Bu sahənin biliciləri ilə, alimləri ilə. İctimai televiziya həm də televiziya dilinin və analitik verilişlərin siyasi maarifləndirmənin ruporlarından biri kimi çıxış edir. Mənim diqqətimi çəkən çox saylı verilişlər var ictimai televiziyada. Məsələn, bunların başında diqqət mərkəzi gəlir. Mən bir verilişin adını çəkmək istəyirəm. Bu verilişin adı Ozan Məclisidir. Ozan Məclisi. Mən elə gəlir ki, burada Azərbaycanın milli musiqisinin iki kökü var, amma dərin qatlara endikdə bu iki kök birləşir. Necə ki, bizim iki gözümüz var, amma beynin strukturu elədir ki, nəticə itibarilə sadəcə bir sinirdə gedir, birləşir hər iki göz. Musiqimizin də iki qolu var, muğam və aşıq sənəti. Bunların hər ikisi nəticə itibarilə eyni mənbədə birləşir, qam musiqisində birləşir. Qam musiqisi saraya girdikdən sonra muğamlaşdı, ritm əldə etdi və təklikdə isə yenə bu ozan olaraq qaldı. Belə, hörmətli tamaşaçılar, TV Xəbər bu saat olan işini yekunlaşdırdı. 20:00-da görüşmək ümidi ilə hələlik.